Ümumiyyətlə, bu mobil tətbiq çox faydalı və funksional bir sistemdir. Vətəndaşlarımız gündəlik həyatda qarşılarına çıxan problemləri dərhal mobil tətbiqdən göndərmək imkanı var. Ən çox vətəndaş müraciəti hansı sahə ilə bağlı olur? Yol infrastrukturu ilə bağlı olduğunu görə bilirik. Yollarda təmir tikinti işləri, asfalt örtüyünün çəkilməsi, bərpası, zolaqların çəkilməsi kimi məsələlər daha aktualdır. Sayğacılarla bağlı problemlər, su işıq xəttlərinin çəkilməsi. Bu illər ərzində hansı uğurlar əldə olundu və ümumiyyətlə nə qədər vətəndaş müraciəti öz həllini tapdı? 26 mindən çox istifadəçi qeydiyyatdan keçib. Statistika bizə deyir ki, 8 mindən çox müraciətin 6600-dən daha çox müraciət təmin olunub. Vətəndaşlar müraciətin nəticəsi ilə bağlı qiymətləndirmə etmə imkanı var. Qəbuldasan. Deyirsiz kalsiyum qəbuluna başlayaq. Kalsium D3 Nikametlə istifadə edə bilərsiniz. Çünki onun tərkibində kalsiumun orqanizm tərəfindən daha yaxşı mənimsənilməsinə kömək edən D vitamini var. Kalsium D3 Nikamet böyüklərdə və uşaqlarda D3 vitamini və kalsium çatışmazlığının qarşısını alır və müalicə edir. Yaşadığınız ərazidə, küçədə, yolda qarşılaşdığınız problemin həllinə vəsilə ola bilərsiniz. Bunun üçün asan müraciət sistemi var. Bəziləriniz bəlkə də məlumatlısınız, amma bu asan sistemdən xəbərsiz olanlar da sözsüz ki az deyil. Hansı məsələlərlə bağlı müraciət edə bilərsiniz? Problemə hansı müddət ərzində baxılacaq? Asan müraciət mobil tətbiqinin iş sistemi necədir? Bu və digər sizin üçün maraqlı olan məsələlərdən danışıb suallara cavab axtaracağıq. Qəbuldasanda bu dəfəki qonağımız asan müraciətlə iş sektorunun müdiri Əsli İbrahimlidir. Xoş gəlmisiniz Sığan. Hər vaxtınız xeyir olsun. Hər kəsi salamlayıram. Təşəkkür edirik. Keçək suallarımıza. Deməli, sözsüz ki, adı əslində üzərindədir, asan müraciət. İstəyərdim daha ətraflı danışaq ki, ümumiyyətlə bu sistem nədir və yaradılmasında əsas məqsədlər nələrdir? Asan müraciət informasiya sistemi və mobil tətbiqi Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən yaradılmışdır. Milli intellektual məhsulumuz olan Asan brendinin fəaliyyət çərçivəsində formalaşıb. Ümumiyyətlə, bu mobil tətbiq çox faydalı və funksional bir sistemdir. Ənənəvi müraciət metodlarına alternativ olaraq yeni müasir texnoloji bir üsuldur. Asan müraciət mobil tətbiqi vasitəsilə vətəndaşlarımız gündəlik həyatda qarşılarına çıxan problemləri dərhal mobil tətbiqdən göndərmək imkanı var. Bu da vətəndaşlarımızın müraciət etmək imkanlarını sadələşdirir, müraciət prosesini sürətləndirir. Belə deyə bilərik ki, bu sistem vətəndaşlarımızla dövlət qurumları arasında texnoloji bir körpü rolunu oynayır. Mobil tətbiq 2021-ci ildən etibarən fəaliyyətə başlayıb və 2021-ci ildə bu daha çox Sumqayıt şəhərində pilot layihə olaraq başlamışdı fəaliyyətə, amma 2022-ci ildən etibarən artıq ölkənin bütün ərazisini əhatə edir və hal-hazırda da bütün ölkə ərazisi üzrə yalnız qeyd edim ki, Naxçıvan Muxtar Respublikasının ərazisi istisnadır. Bütün ölkə ərazisindən vətəndaşlarımız qarşılarına çıxan ictimai xarakterli problemləri mobil tətbiqdən göndərə bilərlər. Asan müraciət informasiya sisteminin əməkdaşları isə daxil olunmuş müraciətləri aidiyyatı üzrə qurumlara yönləndirir, dövlət qurumlarına, hansı ki, hal-hazırda 97 dövlət qurumu asan müraciət sisteminin fəaliyyətində iştirak edir və ölkə ərazisini onların fəaliyyətdə əhatə edir. İctimai xarakterli məsələ ilə bağlı dediniz, müraciət edir. Mənim maraqlıdır ki, ümumiyyətlə vətəndaşlar konkret olaraq hansı sahələr üzrə müraciət edə bilər? Yəni, hər hansı bir məhdudiyyət var, yoxsa yox? Asan müraciət informasiya sisteminə hal-hazırda bir çox şaxəli, fərqli məzmunlu müraciətlər daxil olur. Elə yaxşı məsələni biz vurğuladıq. Fürsətdən istifadə olaraq qeyd etmək istəyərdim ki, asan müraciətin fəaliyyətini tənzimləyən hüquqi aktlar var ki, bu aktlarda qeyd olunan məzmunda yalnız müraciətlər göndərmək mümkündür. Bu hansı mövzularda ola bilər? Daha çox kommunal məsələlərlə bağlı, yol nəqliyyat problemləri ilə bağlı, ətraf mühitin mühafizəsi, təhlükəsizliyi ilə bağlı, infrastrukturun təmir, tikinti məsələləri, abadlaşma, təmizliklə bağlı mövzularda və təkrar vurğulayıram ki, ictimai xarakter daşıyan mövzularda vətəndaşlar müraciət göndərə bilərlər. Bu qeyd etdiyim məzmundan kənar müraciətləri və həmçinin şəxsi xarakteri daşıyan müraciətləri təəssüf ki, sistem tərəfindən bu müraciətlər vətəndaşlara əsaslandırılmış cavab verilməklə geri qaytarılır. Amma təcrübədə var ki, bəzən olur ki, uyğunsuz müraciətlər olur.
Bəli, məzmuna uyğun olmayan göndərilən müraciətlər, daha çox asan xidmət mərkəzlərində göstərilən xidmətlərlə bağlı vətəndaşlarımız yönləndirə bilir. İşlə təmin olunmaq istəyən vətəndaşlarımız və yaxud da könüllü olmaq istəyən vətəndaşlarımız müraciət göndərir. Belə olan halda biz əsaslandırılmış izahlı cavab göndəririk. Tamam, danışdıq hər şeydən. Əsas məsələ var ki, sözsüz ki, bizi izləyənlər arasında elə insanlar var ki, bu tətbiqin istifadəsini bilmir və hansı formada müraciət etməyin yollarını bilməyənlər var. Elə fürsət düşüb bir daha deyə bilərik ki, hansı formada necə müraciət edə bilərlər və tətbiqin istifadə qaydaları necədir? Mobil tətbiqin istifadəsi əslində çox sadədir. Əvvəla vətəndaşlarımız Play Store və App Store vasitəsilə asan müraciət mobil tətbiqini yükləməlidirlər. Daha sonra digital login vasitəsilə artıq sistemə qeydiyyatdan keçib avtomatik şəxsi elektron kabinetlərinə daxil olurlar və sonrakı mərhələdə müraciət göndərmək artıq mümkündür. Müraciəti göndərərkən vətəndaş mütləq olduğu yerdən, problemin olduğu yerdən real vaxt rejimində elektron xəritə üzərində yerini qeyd edərək göndərməlidir. Həm mətn formasında, həm də səsli mesaj olaraq göndərmək mümkündür və ya foto, video görüntünü də daxil edib göndərmək mümkündür. Foto, video olmalı bir üstünlüyüdür də, yəqin ki. Təbii ki. Həm prosesin, məsələnin daha ətraflı müəyyən olunması, aydın olması məqsədi ilə foto və yaxud video görüntü olması daha yaxşıdır. Göndərdikdən sonra artıq asan müraciət informasiya sisteminin əməkdaşları bu müraciətləri qəbul edir. Ümumiyyətlə, bu sistemin ən yaxşı tərəflərindən biri də onu vurğulamaq lazımdır ki, vətəndaşlarımız bu qarşılaşdığı məsələnin hansı dövlət qurumunun fəaliyyətinə, səlahiyyətinə aid olub-olmadığını araşdırmağa vaxt itirmir. Təkrar deyən ənənəvi müraciət qaydasına uyğun olaraq əvvəla vətəndaşın qarşısına problem çıxır və o araşdırmalıdır, hansı dövlət orqanının fəaliyyətinə aiddir. Bəzi hallarda bu araşdırmada yanılmalar olur, qurum müraciəti geri göndərir və vaxt etkisinə gətirib çıxarır və bu ləngimə həm də belə deyək, mövcud problemin müəyyən fəsadlar törətməsinə gətirib çıxara bilər. Lakin asan müraciət mobil tətbiqi vətəndaşları bu qayğıdan azad edir. Bu proses asan müraciətin əməkdaşları tərəfindən aparılır və daxil olan müraciət cəmi bir iş günü ərzində aidiyyatlı qurumlara yönləndirilir. Bəzən birinə, bəzi hallarda isə bir neçəsinə göndərilir. Bəs cavab hansı müddət ərzində? Bir müddət var ki, bu müddət ərzində cavab gəlməlidir. Aidiyyatlı dövlət qurumları tərəfindən müraciətlər vətəndaş müraciətləri haqqında qanuna uyğun olaraq qanunda göstərilən müddətdə və qaydada cavablandırılır, baxılır və baxılmanın nəticəsi barəsində şəxsi elektron kabinetdə vətəndaşa bildiriş olaraq bu cavab daxil olur. Lakin nə qədər müddətdə məsələnin həllinin gözləmək lazımdır. O işdən asılıdır və problemdən asılıdır yəqin. Təbii ki, hər bir müraciətdəki məsələ çox spesifikdir. Bəzi hallarda bu müraciətlərdəki məsələlərin yerində baxış keçirilməsinə ehtiyac olur. Bir neçə qurumun belə deyək, nümayəndələri bu məsələyə nəzərdən keçirilir, təhlil edir, qiymətləndirmələr aparılır, mövcud resurslar gözdən keçirilir və müəyyən bir müddət müəyyənləşir. Lakin bu belə deyək, vətəndaşa qanuna uyğun müddətdə məsələnin baxılıb cavab verilməsini ləngitməməlidir. Əgər həmin dövr ərzində məsələnin həlli mümkündürsə, təmin olunur. Daha uzun müddət tələb olunursa, bu haqda da vətəndaşa cavab verilir. Məlumat verilir. Mənim özümə şəxsən maraqlıdır və düşünürəm ki, bizi izləyənlər üçün də maraqlıdır ki, ən çox vətəndaş müraciəti hansı sahə ilə bağlı olur? Məsələn, yəqin ki, bir statistika var ki, daha çox insanlar bu problemin həlli üçün müraciət edirlər. Bəli, sistemin göstəricilərinə nəzər salsaq, daha çox müraciətlərin yol infrastrukturu ilə bağlı olduğunu görə bilirik. Yollarda təmir tikinti işləri, asfalt örtüyünün çəkilməsi, bərpası, zolaqların çəkilməsi kimi məsələlər daha aktualdır bugünkü gündə. Kommunal məsələlərlə bağlı kifayət qədər yeni müraciət daxil olur. Sayğacılarla bağlı problemlər, su işıq xətlərinin çəkilməsi, kəsinti halları olanda tez-tez müraciət daxil olur. Ümumiyyətlə, bu müraciətlərin belə deyək, sıxlığı, faiz nisbəti yaxşı bir mənbədir dövlət qurumları üçün də. Yəni vətəndaşların ehtiyaclarını görmək üçün yaxşı bir mənzərədir ki, qurumlar da bu datadan istifadə edir. Hansı sahədə daha çox problem var, hansında daha çox ehtiyac var? Hansı ərazidə, hansı sahədə vətəndaşlar daha çox hansı tələbləri var və buna uyğun da fəaliyyətlərini təbii ki, planlaşdırmaq mümkündür. Maraqlıdır ki, daha çox paytaxt, Abşeron yoxsa bölgələrdə müraciətlər daha çox olur?
Cari vəziyyətdə Bakı və Gəncə şəhərində müraciətlər daha çoxdur. Bundan sonra təbii ki, Sumqayıt şəhərində və digər regionlarımızda müraciətlər gəlir. Bölgələrdə də aktivlik var, yəni bununla bağlı yoxsa? Bəli, kifayət qədər var. Təbii ki, müqayisədə daha azdır, lakin kifayət qədər məlumatlıdır vətəndaşlarımız və müraciətlər daxil olur. Fürsətdən istifadə edərək biz vətəndaşlarımıza səslənmək istəyirik ki, qarşılarına çıxan bu cür ictimai xarakterli problemləri və yaxud təklifi də hətta ola bilər, asan müraciət mobil tətbiqindən yönləndirə bilərlər. Aydındır. Siz lap əvvəldə qeyd elədiniz ki, ümumiyyətlə asan müraciət mobil tətbiqi artıq 4 ildir fəaliyyət göstərir. Bu illər ərzində hansı uğurlar əldə olundu və ümumiyyətlə nə qədər vətəndaş müraciəti öz həllini tapdı? Yəqin ki, bunun bir statistikası var. Bəli, 2021-ci ildən 4 ildə artıq mobil tətbiq istifadə olunur. Ümumiyyətlə, bu illərə nəzər salsaq, 26 mindən çox istifadəçi qeydiyyatdan keçib, 13 mindən çox müraciət daxil olub. Və daxil olan müraciətlər az öncə də dedim, ilkin olaraq təhlil olunur, qanuna uyğunluqlarına baxılır, təyinatı üzrə göndərilib göndərilmədiyinə baxılır. Bundan sonra qurumlara yönləndirilir və 13 min müraciətdən təxminən 8 mindən çoxu qurumlara yönləndirilib. Daha dəqiq desəm 8394 müraciət cari statistikaya uyğun olaraq. Və statistika bizə deyir ki, 8 mindən çox müraciətin 6630-dur, yəni 6600-dən daha çox müraciət təmin olunub. Təbii ki, mən vurğulamaq istəyirəm ki, bu sistemdəki qeydlər aidiyyatlı qurumlar tərəfindən aparılır. Biz də sistemin göstərdiyi rəqəmlərə əsaslanaraq hal-hazırda danışa bilirik. Və bu təmin olunan müraciətlərlə bağlı vətəndaşlarımızın razı qaldığı hallar da var, narazı qaldığı hallar da var. Belə olan halda vətəndaşlar müraciətin nəticəsi ilə bağlı qiymətləndirmə etmə imkanı var mobil tətbiq üzərindən. Qiymətləndirib öz rəylərini bildirə bilirlər. Əslində biz bu məsələ ilə bağlı da vətəndaşlarımızı qiymətləndirməyə təşviq etməyə çalışırıq hər zaman. Çünki daxil olan rəylər mütəmadi təhlil olunur, aidiyyatlı qurumlara yönləndirilir. Bu rəylər əsasında sistemin mövcud vəziyyətini biz anlaya bilirik və gələcək fəaliyyəti də buna uyğunlaşdırmağa çalışırıq. Lakin bütün belə deyək, məsələlərin həllinə tam nail olmaq da mümkün olmaya bilir. Əlbəttə ki, aidiyyatlı qurumlar tərəfindən burada resurslar, belə deyək, planlamalar nəzərdən keçirilir və əgər mümkün deyilsə, təmin edilmə bu haqda da vətəndaşa əsaslandırılmış məlumat verilir. Aydındır, biz faydalı söhbətimizi qısa aradan sonra yenidən davam etdirəcəyik. Bir daha xatırladım ki, Qəbuldasanın qonağı asan müraciətlə iş sektorunun müdiri Əsli İbrahimlidir. Qəbuldasan. Deyirsiz kalsium qəbuluna başlayaq? Kalsium D3 Nikametlə istifadə edə bilərsiniz. Çünki onun tərkibində kalsiumun orqanizm tərəfindən daha yaxşı mənimsənilməsinə kömək edən D vitamini var. Kalsium D3 Nikamet böyüklərdə və uşaqlarda D3 vitamini və kalsium çatışmazlığının qarşısını alır və müalicə edir. Qaldığımız yerdən davam edirik. Bir daha xatırladım ki, Qəbuldasanın qonağı asan müraciətlə iş sektorunun müdiri Əsli İbrahimlidir. Əsli xanım, biz asan müraciət tətbiqindən danışdıq ki, bu tətbiq və sistem funksiya baxımından da çox faydalıdır. Ümumiyyətlə, bu təcrübədən xarici ölkələrdə də istifadə edilirmi? Bu barədə danışaq zəhmət olun. Bəli, bənzər praktikalar mövcuddur. Çox deyil, bir neçə ölkədə, Amerika Birləşmiş Ştatları, Hindistan, Sinqapur, Britaniya kimi ölkələrdə var. Lakin asan müraciət mobil tətbiqinin belə deyək, vətəndaş yönümlü olması, dövlət qurumlarından təmasın sadələşdirməsi, həm ictimai iştirakçılığa, ictimai nəzarəti artırılmasına kömək etməsi baxımından hesab oluna bilər ki, asan müraciət daha təkmil versiyadır. Çünki 2022-ci ildə BMT-nin dövlət xidmətlərində innovasiyalar üzrə Cənub-Cənub şəbəkəsi tərəfindən 15 ən yaxşı rəqəmsal həll siyahısına daxil edilib asan müraciət tətbiqi. Biz vətəndaşların müraciətlərindən danışdıq və bir daha qayıtmaq istəyirəm ki, vətəndaşlarımız müraciət göndərdikdən sonra müraciətin statusunu, icra vəziyyətini də izləyə bilirmi və icrası nəticəsi barədə rəy verə bilirmi? Bu hissədən də biraz danışaq, zəhmət olmaz. Sistemin, bəli, mobil tətbiqin ən vacib funksionallıqlarından biri odur ki, istifadəçi müraciətinin vəziyyətini izləyə bilir. Müraciət göndərdikdən sonra hansı dövlət qurumuna yönləndirilib, son icra tarixi nə vaxtdır,
Hal-hazırda icra vəziyyəti nə yerdədir? Bu kimi məlumatları izləyə bilir öz şəxsi kabinetindən müraciətlərin bölməsinə keçid edərək və müraciətin nəticəsi ilə bağlı daxil olan məlumatı da qeyd etdiyimiz kimi qiymətləndirmə imkanına malikdir. Biz elə fürsətdən istifadə edərək həm də bildirmək istəyirik ki, əgər vətəndaşlarımız, istifadəçilər sistemlə bağlı hər hansısa bir çətinlik yaşayarlarsa və ya müraciətləri ilə bağlı suallar olarsa, Asan Müraciət İnformasiya Sisteminin çağrı mərkəzi olan 908 ilə əlaqə yarada bilərlər. Biz Asan TV olaraq bununla bağlı müəyyən bir çəkilişlər də eləmişdik. Hətta bəzi vətəndaşların müraciətlərinin sonradan həlli məsələsini də işıqlandırmışdıq. Soruşmaq istəyirəm ki, ümumiyyətlə vətəndaşlar bu məsələdə nə dərəcədə fəaldır ki, onların problemi həllini tapandan sonra bunu ictimailəşdirirlərmi, yoxsa sadəcə məsələnin həll olunandan sonra artıq da məsələ qurtardı? Bəli, bu vətəndaşlarımızdan asılı olaraq dəyişə bilir. Açığı, bəzi vətəndaşlarımız, istifadəçilər var ki, kifayət qədər aktivdir, sosial məsuliyyəti yüksək vətəndaşlardır. Onlara təşəkkür etmək istəyirik. Lakin digər vətəndaşlar üçün, belə deyək ki, bir çox vətəndaşlarımız da məsələdən agah olmadıqlarını bəzi hallarda görürük. Odur ki, vətəndaşlara mümkün qədər bu məsələ ilə bağlı daha çox maarifləndirmə, məlumatlandırma işi aparmağa ehtiyac duyuruq. Sosial aktiv vətəndaşlarımız isə problemi göndərdikdən sonra, həllini tapandan sonra həm təşəkkür rəyləri göndərirlər, bəzi hallarda sosial şəbəkələrdə paylaşımlar edirlər, aidiyyatı qurumlara da təşəkkür göndərdikləri anlar olur. Bəzi hallarda narazı qaldıqları hallarda var ki, bununla bağlı da biz daima xahiş edirik, təşviq edirik ki, rəyləri bizimlə bölüşsünlər, həm mobil tətbiq vasitəsilə, həm də çağrı mərkəzimiz vasitəsilə. Bu çox yaxşı olar ki, vətəndaşlar bu sonrakı həll prosesini, artıq məsələnin həllini də işıqlandıranda, çəkəndə bu digər vətəndaşlar üçün də məncə yaxşıdır. Ona görə ki, onlar da artıq görürlər ki, artıq məsələlər həllini tapır və qurumlar aktiv bununla bağlı iş görürlər. Bu məncə həm vətəndaşlarımız üçün, həm də ümumiyyətlə bu sistemin daha da aktivləşməsi üçün vacibdir. Bəli, onu da qeyd edim ki, ola bilər ki, həmin dövr üçün müraciətdəki məsələnin həlli mümkün olmasın. Bu halda belə müsbət digər bir məqam var ki, aidiyyatı qurumlar məsələdən agah olur, məlumatlanırlar. Həmin dövr üçün əgər vətəndaşın müraciətinə müsbət cavab gəlməsə də, vətəndaşımız o sosial belə deyək, məsuliyyətini yerinə yetirib bu barədə aidiyyatı qurumları məlumatlandırmış olur və qurumlar artıq gələcək planlarında, tədbirlər planlarında bu məsələni nəzərə alırlar və həmin dövr olmasa belə gələcək illərdə artıq məsələ ilə bağlı müəyyən belə deyək, dəyişikliklər, irəliləyişlər olur ki, bu da gələcək fəsadların, daha belə deyək, problemin böyüməsinin qarşısını almaq üçün vacibdir. Prinsip etibarilə biz kifayət qədər ətraflı danışdıq, amma fürsət var. Əgər hər hansı bir müraciət adından da göründüyü kimi müraciət eləmək istəyirsinizsə və vətəndaşlara yenə də bu məsələdə sosial məsuliyyət baxımından fəal olmağını da yenə də bildirilə bilərsiniz. Fürsət var və ondan sonra yekunlaşdıraq. Təşəkkür edirəm dəvət üçün. Bir daha vurğulamaq istəyərəm ki, mobil tətbiqin istifadəsi sadədir, rahatdır, sürətlidir. Vətəndaşlarımız mobil tətbiqi yükləyib, qarşılarına çıxan ictimai xarakterli məsələləri yönləndirə bilərlər və hər hansısa bir sual yarandığı halda isə 908 çağrı mərkəzi daima aktivdir. Müraciətlər həm sistem vasitəsilə, həm telefon zəngləri vasitəsilə daima qəbul olunur. Aydındır. Çox sağ olun, təşəkkür edirik gəldiyiniz üçün. Mən təşəkkür edirəm. Xatırladım ki, Asan TV və Asan Radioda Qəbulda Asanın qonağı Asan Müraciətlə İş sektorunun müdiri Əsli İbrahimli idi. Mən sizinlə növbəti görüşümüzə kimi sağollaşıram. Özünüzdən və sözünüzdən müğayət olun. Qəbulda Asan. Deyirsiz kalsium qəbuluna başlayar? Kalsium D3 Nikametlə istifadə edə bilərsiniz. Çünki onun tərkibində kalsiumun orqanizm tərəfindən daha yaxşı mənimsənilməsinə kömək edən D vitamini var. Kalsium D3 Nikamet böyüklərdə və uşaqlarda D3 vitamini və kalsium çatışmazlığının qarşısını alır və müalicə edir.